İlkin olaraq müttəfiqlərinin xətti ilə Ermənistana 10 milyon avro dəyərində hərbi yardım göstərildi. Bu kampaniyanın yaxın müddətdə daha da genişləndiriləcəyi proqnozlaşdırılır. Növbəti mərhələdə isə rəsmi İrəvan pilotsuz uçuş aparatları əldə etməyi düşünür. Görünür, Vətən müharibəsində Bayraktar, Harub və ordumuzun arsenalında olan digər PUA-ların səsləri hələ də Ermənistanın hərbi-siyasi rəhbərliyinin qulağındadır. Ermənistanın ali siyasi hərbi rəhbərliyi ikibaşlı oyun oynayır. Yəni həm sülhdən danışır, eyni zamanda da çox böyük həvəslə müharibəyə hazırlaşır. Bunlar bir-birinə tamamilə zil məsələlərdir. Görünür ki, Ermənistanın sülh müqaviləsini imzalama niyyəti yoxdur. Bir siyasi hoqqabazlıqla məşğuldur, siyasi manipulyasiya ilə məşğuldur. Doğrudan da Ermənistan hərb yolunu seçsə, bu rəsmi İrəvan üçün çox ciddi baş ağrılarına səbəb ola bilər və doğrudan da Ermənistan müharibə yolunu seçsə, bu artıq Ermənistanın siyasi rəhbərliyinin siyasi dəlilik səviyyəsinə enməyinin göstəricisi olacaq və bu Ermənistanın sonunun başlanğıcı ola bilər.